Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün ibtidai sinif müəllimlərinin həm müəllimlərin işə qəbulu, həm də sertifikasiyaya hazırlaşanları dəstək məqsədi ilə MİQ imtahanlarında istifadə olunmuş saat məsələlərinin izahını sizin diqqətinizə çatdıracağım. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimləri üçün yeni qruplarımız yaxın günlərdə dərslərə başlayacaq sıfırdan. Qeydiyyat üçün 051 644 31 54 nömrəsinə yazaraq dərs qruplarımızdan yararlana bilərsiniz. Keçək ilk suala. Deyir, Bakı-İstanbul təyyarəsi saat 17:20-də havaya qalxır. Laləgilin evindən hava limanına qədər yolu 1 saat 10 dəqiqə getmək olar. Onlar uçuşdan 2 saat əvvəl hava limanında olmaq üçün evdən saat neçədə çıxmalıdırlar? Əgər ki, biz ümumi zamanları toplamalıyıq, 17:20-də hava limanında olmalıdır. Yolumuzun uzunluğu 1 saat 10 dəqiqədir. Yəni zaman 1 saat 10 dəqiqə yol getmək və 2 saat əvvəldən də hava limanında olmaq üzərinə 2 saat gəlirik. Olur 3 saat 10 dəqiqə. Və hava limanında 2 saat əvvəldən olacaqdılar. 17:20-də də Bakı-İstanbul təyyarəsi havaya qalxacaq. O zaman 17:20-dən biz 3 saat 10 dəqiqəni çıxacağıq. 10 dəqiqə buradan 14:10 olacaq. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti sualımıza. Bu da həmçinin eyni tipdədir əslində. Deyir, qatar 18:45-də yola düşür. Aydanın evindən stansiyaya 1 saat 25 dəqiqə yolu var. Aydan qatar yola düşməzdən 2 saat, yəni 2,4 saat əvvəl stansiyada olması üçün evdən saat neçədə çıxmalıdır? Yenə yolun uzunluğu 1 saat zaman itirəcək 25 dəqiqə. 2 saatımız tam saatdır. 1/4 saat isə 1 saatın 1/4 nəzərdə tutulur. Yəni 60-ın 1/4 15 eləyir. 25 15 40, bu da 3. 3 saat 40 dəqiqə zaman itirəcək ümumi. Yəni 2 saat 15 dəqiqə əvvəldən orada olmalıdır. Bu zaman 18:45-dən nəyi çıxırıq? 3 saat 40 dəqiqəni çıxırıq. 5 dəqiqə buradan 15:05. Doğru cavabımız olacaq B variantı. Yəni 15:05-də evdən çıxmalıdır ki, deyilən saatda həmin ünvanda olsun. Keçirik növbəti sualımıza. Deməli, 3 nömrəli sual belədir ki, 1,5 saat üzərinə 6-da 5 saat çıxılsın 40 dəqiqə, üzərinə 1,4 saat çıxılsın 1800 saniyə. İndi baxaq. 1,5 saat 60-a vursaq 90 dəqiqə. Üzərinə 6-da 5 saat. 1 saatımız 60 dəqiqədir. 6-da 5 saat 50 dəqiqədir. Toplasaq bunu bizə verir 140 dəqiqə. 140 dəqiqədən 40 dəqiqəni çıxacam, qalacaq 100 dəqiqə. Sonra üzərinə 1,4 saat. 1 saatımız 60 dəqiqə. 4/3 saatımız isə 100-ü 4-ə bölüb 3-ə vursaq 45 dəqiqə. Bu da bizə verəcək 105 dəqiqə. 100 dəqiqə də bura qədər idi. 100, o da 105. 205. 205-dən nəyi çıxacaq? Bu hissəni böləcəyik 60-a ki, dəqiqələri çıxaq. 1800-ü bölsək 60-a bölsək 30 dəqiqə. 205-dən çıxacam 30 dəqiqəni, qalacaq 175 dəqiqə.
İndi bura qədər hər şey məlumdur. 175 dəqiqə bizim doğru cavabımızdır. Amma cavab variantlarında 175 dəqiqəni göstərməyib. Biz bunu saata çevirsək, 175-i 60-a bölsək 2 saatımız olur. 55 dəqiqəmiz qalır. Bir də 60-da 55. Bunu da ixtisar aparsaq hər tərəfin 5-ə, qalacaq 2 tam 12-də 11. Doğru cavab olacaq D variantında. Növbəti suala baxaq. 4 nömrəli sualda bizdən nə tələb edir? Saat 9:00-da məktəbə çatmaq qərarına gələn Fidan 8:48-də yolun 5də 4 hissəsini getmişdi. O eyni sürətlə davam edərək təyin edildiyindən 2 dəqiqə tez məktəbə çatır. Fidan bütün yola neçə dəqiqə zaman xərcləyir? Deməli, ev olsun bura, məktəb olsun burada. Bu adam 9:00-da məktəbə çatacaqdı. 2 dəqiqə tez məktəbə çatır. Yəni, çatır neçədə? 9:00-dan 2 dəqiqə tez çatırsa, 8:58-də çatır. Məktəb buradır. 8:58. Məxrəcə baxırıq həmişə. Yolumuz 5 hissədəndir. 1 hissə, 2 hissə, 3, 4, 5 hissə. Əgər ki 5də 4-ün gedib, amma 5də 4-ündə hansı saatda orada olub? 8:48-də burada olub. 8:48 ilə 8:58 arasında zaman 10 dəqiqədir. Əgər yolun bir hissəsini 10 dəqiqəyə gedirsə, eyni sürət varsa, eyni zaman olacaq. Hər hissə 10 dəqiqədən ibarət olacaq. O zaman 5 dənə hissəmiz yoxdur. 5-i vurarıq 10-a. 50 dəqiqə zaman sərf eləyəcək. Doğru cavab B variantında. Əgər 2 dəqiqə gec çatsa desə, o zaman 9:00-ın üstünə 2 dəqiqəni gələcək. 9:02 olacaq. İclas 10:00-da başladı. Əvvəlcə direktor 13 dəqiqə çıxış etdi. Daha sonra 6 müəllim hərəsi 6 dəqiqə olmaqla çıxış etdi. Çıxışlar arası 2 dəqiqə fasilə oldu. Ən sonda direktor iclası bitirmək üçün 8 dəqiqə çıxış etdi. İclas sona çatdı. Yəni bitdi. İclas saat neçədə bitəcək? Bunu bizdən tələb eləyir. İlk öncə baxaq. Deməli, əvvəlcə direktor çıxış eləyir. Direktor çıxış eləyir 13 dəqiqə. 6 müəllim. 6 müəllim hər biri 6 dəqiqədən çıxış eləyəndə 36 dəqiqə zaman itir. Sonda direktor yenə çıxış eləyir 8 dəqiqə. Burada əsas məsələ nədir? Deməli, ilk olaraq direktor çıxış elədi. 1 müəllim, 2, 3, 4, 5, 6 müəllim və sonda da yenə direktor çıxış elədi. 1 ara, 2 ara, 3, 4, 5, 6, 7 ara. Hər bir fasilələr 2 dəqiqədirsə, o zaman 8 çıxış olubsa 7 fasilədir. 7-ni vuracam 2-yə, 14 dəqiqə. İndi zamanlarımızı toplayaq. 13, üzərinə 36, üzərinə 8, üzərinə 14. Toplam bizə verəcək 71 dəqiqə. İndi 71 dəqiqəmizi tapdıqdan sonra saat 10:00-da iclas başlamışdı. 71 dəqiqə zaman keçib. Bunu saata çevirsək 1 saat 11 dəqiqə eləyir. 1 saat 11 dəqiqəndə bunun üzərinə gəlirik, olur 11. Yəni saat 11:11-də iclas sona çatmışdır. Doğru cavabımız olur B variantı. Növbəti sual 6 nömrəli sualdır. Bu da imtahanlarda istifadə olunan tiplərdəndir. Deyir, hal-hazırda saat 19:00 olarsa 151 saat sonra saat neçə olacaq? İlk öncə bizim bir qalıq saatlarımıza baxırıq. 151. Bölürük bunu 24-ə. Yəni bir gün ərzində olan saatların miqdarına. 6 dəfə düşür 144 və qalıq olur 7. 19:00-dır, 6 saat təkrarlanır.
6 dəfə təkrarlanır. 7 qalıq qalır. 19-un üzərinə 7-ni gəlirik, olur 26. Bizim yenə də saatımız 26:00 saat yoxdur. 26-dan çıxırıq 24-ü, bir sutka ərzindəki saatları, qalacaq 2 saat. Yəni 02:00 gecə saat 02:00 olacaq. 19 deməli hazırda saat 19-dursa 151 saat sonra gecə saat 02:00 olacaq. Əvvəl desəydi qalıq saatımızı 19-dan 7-sini çıxacaqdıq. Yəni mütləq qalıqlar tapılmalıdır, olacaqdı 12:00. Çalışdıq ki, imtahanlarda istifadə olunan, son 2 ildə istifadə olunan sualları diqqətinizə çatdıraq. Sağ olun, salamat qalın, növbəti video izahlarda görüşənədək.